Biz DNK-nı dəyişə bilirikmi? Məncə. Hə. Yox. 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 Deyim niyə? DNK-nı biz tam olaraq, forma olaraq dəyişə bilmirik. DNK-da müəyyən bir xüsusiyyətlər var. Sənə ötürülüb nənədən, məsəl üçün anadan özgüvənsizlik. Məndə artıq anamın bətninə düşəndə məndə bu kod var idi, aktiv idi. Özgüvənsizlik, özünə dəyərsizlik, özünü tanımamaq və s. kimi mənfi kodlar. Misal olaraq və yaxud da pulla bağlı kodlar. Nəsildən gəlir, 7 nəsil adətən biz hesablayırıq. 7 nəsillə gəlib oturub mənə. Mən də doğuldum və mənim artıq müəyyən bir düşüncələrim var ki, bu pul pis bir şeydir, mənim nə bilim özgüvənsizəm, mənim öz sözüm dəyərsizdir və yaxud da mən hər hansı bir məlumatı bilmirəm və s. Bu mənə artıq oturub doğuluşdan. Epigenetika deyilən bir elm var. Burada nədir? Bu deyir ki, sənin DNK vasitəsilə sənə ötürülən bu inanclar varsa, bunun əksi də var. Çünki nəsildə, anada, nənədə, ulu nənədə bu kodlar niyə yaranıb? Həyat şəraiti ilə yaranıb da, düzdürmü? Qarşına çıxan insan onun əzib, onun egosunu əzib, onun özgüvənin belə deyim, məhv eləyib, xəyanət olub ortada, bəlkə də ölüm itib olub, müharibə olub, itki olub və ondan şuuraltı olaraq o qorxular yaranıb. O şuuraltı qorxuları da işləmədiklərinə görə o nəsillə ötürülüb bizə. Aydın. Oturdu mənə, amma mənim o DNK-mın fərqli tərəfi də var. Müdafiə. Bəli, mən özdəyərliyəm, mən özgüvənliyəm, mən özümü sevirəm və mənim pulla bağlı mənfi inanclarım yoxdur. Axı o da var onların. Sadəcə həyat elə gətirib ki, o kodlar aktivləşmir. Kəmalə xanım, sanki var, amma həm də aktivləşdirməyiblər. Aktivləşdirməyib. Biz nə edirik? O məsəl üçün seminarda həmin o kodun əksini sizdə qaldırırıq. DNK dəyişmir. DNK necə var, elə də qalır. Aha. Sadəcə siz o kodu, artıq sən özgüvənsiz idinsə və sənin 7 nəslin özgüvənsiz qadınları idisə, sənin o kodun var olaraq qalır. Biz bunu qəbul eləyirik ki, mənim nəslimdə bu var idi, amma mən özgüvənsiz deyiləm kodunu 100% qaldırırıq. Qaldıranda nə olur? Qaldıranda həyat dəyişir. Ondan sonrakılara təsir eləyir. Deməli necə olur? Gəldi bu proses bizə. Mən doğulmuşam bu kodlarla, amma mən dəyişdim. Hə. Mən öz iCloud-umu dəyişdim. Yaddaş kartımı təmizlədim virusdan. Ora bolluq, bərəkət, özgüvən və xoşbəxtlik enerjiləri yüklədim beyinlə. Mənim artıq doğulacaq, məndə artıq doğulacaq uşaqlarım yeni kod, yeni yaddaş kartından informasiyanı almağa başlayırlar. Və yaxud da mənim var olan övladlarım varsa ki, mən bu kodda olduğum sürəcə, axı onlar da eyni yaddaş kartından istifadə edirlər. Bəli. Artıq mən düşüncəmi dəyişdiyim üçün ora təmizlənir. Təmizləndiyi üçün də mənim övladlarımla bizim bağımız olduğuna görə mən artıq məndən sonraki nəsli şəfalandırıram. Yəni ana və ata hansı yaşda şəfalanarlarsa, övladlarına elə kömək olacaqlar. Bəli, fərqi yoxdur. Əsas odur ki, ana şəfalansın. Biz bir missiyadan danışırıq, düzdürmü? Ki, missiya, bəlkə sən tort bişirirsən, yemək bişirirsən, psixoloqsan. Bəzən missiya nəslin ağır karmasını dəyişmək olur.